Həftəlik bürcülər balıq, xərçəng, əqrəb bürcülərini 22 sentyabrdan 29 sentyabra doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar əslində bu həftənin şanslarından da biri siz ola bilərsiniz. Sadəcə bu həftə özünüzün içərinizdə olan qorxular, narahatçılıqlar o qədər aktiv vəziyyətdədir ki, sanki beynimizi tam istədiyiniz vəziyyətə apara bilməyəcəksiniz. Sanki zamandan sürətlənməyə çalışdığınız məqamda səbirsizlik edib geriyə doğru çəkilə bilərsiniz. Hər şeyi boşluqda qoyub yüklərinizi artıra bilərsiniz. Maşınla, yolla, texnika, texnologiya nə qədər çox yüksək səviyyədə ehtiyatlı olması. Çünki narahat olacağınız və sıxıntıda qalacağınız məqamlardan biri də elə ən bir məqamda odur. Pulla, maddiyyatla bağlı nə narahatçılıqlarınız varsa həftənin sonuna doğru həll edə bilərsiniz. Kimlərisə köməyi, kimlərisə yardımı sizi bu həftə daha uğurlu bir zamanda eləyəcək. Gözəl bir zamandır. Beynimizin içərisində düşüncələrimiz bizim bütün bloklarımızı artıra biləcək qüvvədədir. Yəni içimizdə bizi nə narahat edirsə onların yarımçılığında, onların boşluğunda ola bilərik. Buna icazə verməməlisiniz. Qətiyyən boşluğu artırmamalısınız. Ümumi gələcəyə doğru baxanda həftəni dəyərləndirsə, gələcəyə doğru baxanda pozitiv həftədir. 81-82% qədər həftənizi uğurlu edə bilərsiniz. Sadəcə boyun və onurğa sisteminizə biraz fikir verməlisiniz. Xərçənglərə baxanda isə xərçənglər bu həftə alacağınız xəbər sizi o qədər qıcıqlandıra bilər. Özünüzü geriyə doğru çəkə bilərsiniz. Bu həftə hər şeydən belə deyim də nəzarət edəcəksiniz. Hər şeydən ehtiyat edəcəksiniz. Geriyə doğru çəkib sürətlənməyəcəksiniz. Bu həftə sevgi şəxsiyyətinə əlaqədar nə narahatçılıqlarınız varsa onları həll edə bilərsiniz. Sevgi şəxsiyyəti aktivləşdirə bilərsiniz. Boşluqda qalmış problemləriniz nədirsə, maddisal kredit, borc falan nədirsə, xərçənglər onları bitirə bilərsiniz. Həftənin sonlarına doğru ödəmələriniz normadan çox ola bilər və yaxud da məxariciniz normadan çox ola bilər. Bunlara ciddi bir şəkildə fikir verməz. Ümumi dəyərləndirəndə, həftənin ümumi dəyərləndirəndə belə deyim də zaman çərçivəsinə doğru hansısa bir məqamda yenə deyirəm, yarımçıqlarınız o qədər çox ola bilər ki, belə deyim də boşluqları, özünüzün dəyərləndirib və başqa insanların yerinə qoymağınız barədə problemlər olacaq. Şəxsiyyət bu həftə ən vacib məqamdadır. Şəxsiyyətlə əlaqədar olaraq o qədər beyninizi fokuslamalısınız, o qədər özünüzü gücləndirməlisiniz ki, geriyə çevriləndə hiss və emosiyalarınızın qurbanı olmayasınız. Sağlamlıqla əlaqədar narahat eləyəndə məni narahat eləməkəm sümüksel sisteminizdə olan problemlərdir, oynaq, sinirsel problemlərinizdir. Bunlara fikir verməliyik və ən çoxu da təzyiqlə əlaqədar. Təzyiq sizi bu həftə oynada bilər. Bacarırsınızsa bu həftə əməliyyat və kosmetoloji sistemlər etməyin. Çünki bədən və sinirsel olaraq bədən çox gərgin vəziyyətdədir. Xərçənglər, bədəninizi dəyərləndirsək, ümumi gedişatı dəyərləndirsək, maddiyyatı dəyərləndirsək 72%-ə qədər uğurlu edə bilərsiniz. Əqrəblərə gələndə isə əqrəblər bu həftənin uğurlarından birisi, amma sizin bu həftə deyingənliyiniz bitməyəcək. O qədər deyingən olacaqsınız. Sanki hər şeyi mən istədiyim kimi olmalıdır, mən istədiyim kimi aktivləşdirməliyəm, mən istədiyim kimi gücləndirməliyəm. Həftənin sonlarına doğru çox gözəl şansınız var. Sevgi, ehtiras barəsində aktivləşə bilərsiniz. Özünüzü zaman çərçivəsinə doğru gücləndirə bilərsiniz. Yeni bir alanda özünüzü kəşf edə bilərsiniz əqrəblər. Bu zamandan istifadə etməlisiniz. Hiss və emosiyalarınızı ən yüksək səviyyədə qabağa çəkməlisiniz. Çünki həftənin 4-cü gündən bu gündən başlayaraq şanslar sizə doğru gələcək. 3 gün zaten biraz qəribə olmuşsunuz, soyuq olmuşsunuz, qəfəsdə olmuşsunuz, istədiyiniz kimi güclənməmişsiniz. Amma bu gündən başlayaraq kart belə sizin kapitanlığınızı, özünüzün qabağa çəkilməyinizi, qüdrətinizi və gücünüzü artırır. Bundan istifadə etməlisiniz. Gözəl həftədir, məni narahat eləmir. Pozitiv olacağınız bir həftədir, şanslarınızın uğurlarını həyata keçəcək həftədir. Baş hissəmizdə xoşuma gəlməyən bəzi nüanslar var. Baş hissəmizi biraz nəzarət edirik. Bacardığımız qədər göz baş sistemimizdə problemlərimiz həddən artıq çoxdur. Mən çox da bu hissədə bilmirəm. Zəif alan kimi göstərir. Ümumi dəyərləndirsək 86%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz.